Da getdi, bir də gəlməyəcək. Heç onun kimi insan da dünyaya gəlməyəcək. Ondan bir dənə idi. Yox idi ondan. O dünyanın ən müdrik adamı idi. Onun həm cazibəsi var idi, həm də dafiyəsi. Dünyanın ən pis adamlarını bax özündən uzaqlaşdırmışdı. Dünyanın ən saf, təmiz insanlarını özünə cəzb eləyə bilmişdi. Bu cazibə və dafiyədir. Pis insanları, nankor insanları, Allaha asi olan insanları özündən uzaqlaşdırdı və onlar onu sevə bilmədilər. Amma o kəslər ki, Allah bəndəsidir, Allaha şükür eləyənlərdir, hamısı onu sevir. O, Əli əleyhissalama oxşayan bir kəs idi. Həzrət Əliyə oxşar bir insan idi. Bu oxşarlıq elə belə ərsəyə gəlməmişdi. Bir ömür Əmirəl-Mömininlə eşq, əlaqə, ünsiyyətin nəticəsi idi. Bu, onunla olan ünsiyyət, bağlılıq idi. Əhl-i beyti sevmək, onlar kimi olmaq, onlar kimi yaşamaq, bu sinxiyyətdir, oxşarlıqdır. Oxşarlıq tapdı. O qədər oxşadı Əmirəl-Mömininə ki, gəldi onun kimi oldu. Hər ikisi mübarək Ramazan ayının şəhididir. Libasında Əmirəl-Möminin kimi, ədalətində, təqvasında, zöhdündə, Allaha bəndəliyində nə qədər insan insana oxşayar. Necə ki, Əmirəl-Möminin kimi da dünyaya insan gələ bilməz. Vallahi billahi deyirəm, Seyyid Əli Xameneyi kimi də insan dünyaya gəlməyəcək bundan sonra. İnşallah ki, İmam Məhdi özü gələr. Bütün dünya müsəlmanlarına başsağlığı ərz edirəm. İlahi Pərverdigara, o böyük şəxsiyyəti bizim üçün duaçı qərar verginə, şəfaətçi qərar verginə. Onun düşmənləri onu tanımadı. Bu düşmənçiliyi həmişə olubdur. Bu, onun Əli Həzrət Əliyə oxşarlığıdır. Əli əleyhissalamla nə qədər düşmənçilik elədilər. Baxın tarixə, nə qədər söydülər onu. Onunla düşmənçilik elədilər, ona nifrətləri, kin-küdurətləri. Elə bilməyin ki, bugün Seyyid Əli Xameneyə nifrət edən insanlar düz insanlardır və yaxud düz eləyirlər və yaxud Seyyid Əli Xameneyi səhv edir ki, bunlar ona bu qədər nifrətləri var. Xeyr, elə tarixə baxın, Əmirəl-Mömininə də nifrət var idi. Bu, onların elə düzgünlüyüdür. Pis insanlar onlara nifrət edirlər. Nankör insanlar onlara nifrət edirlər. Yaxşı insanlar onları sevirlər.